Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə seyyidina Muhammedin və alə alə və səhbə əcməin. Əmə bəd. Esselamu aleykum və rahmetullah. İnşallah iki dənə önəmli mövzuya toxunacağım. İslamda kişilik və kişi kimdir? Və deyyusluq, kişiliyin itirilməsi haqqında. Allah subhanahu wa ta'ala kitabında buyurur: Mömin kişilər və mömin qadınlar bir-birinin dostudurlar. Onlar yaxşılığa əmr edən, pislikdən çəkindirirlər. Tövbə surəsi 71-ci ayə. Başqa bir ayədə Allah Azə və Cəllə belə deyir: Möminlərdən elə kişilər vardır ki, Allaha verdikləri əhdə sadiq qalırlar. Əhzab surəsi 23-cü ayə. Bu ayə göstərir ki, kişi olmaq sadəcə kişi cinsindən olmaq deyil, kişilik əhdə sadiq qalmaqdır, imanla yaşamaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Güclü insan o deyil ki, başqalarını məğlub etsin. Güclü insan odur ki, qəzəbləndiyi zaman özünü saxlaya bilsin. Buxar və Müslim rivayət etmişdir hədisi. Bu hədis göstərir ki, kişilik gücdə deyil, nəfsə qalib gəlməkdir. Başqa bir hədis: Sizin ən xeyirliniz ailənizə qarşı ən yaxşı olanınızdır. Yəni kişi evində zalım deyil, mərhəmətli olandır. Sahabə radiyallahu anhum əcmain deyir ki, Ömər ibn Xattab radiyallahu anh, kişilik çətinlikdə səbir, bolluqda şükür etməkdir. Əli ibn Əbu Talib radiyallahu anh buyurur: Kişinin dəyəri onun yaxşı əxlaqı ilə ölçülür. Abdullah ibn Məsud radiyallahu anh deyir: Biz imanı öyrəndik, sonra Quranı öyrəndik. Yəni kişilik, elm və iman üzərində qurulur. Həsən Əl-Bəsri rahiməllah belə deyir: Kişi odur ki, nəfsinə qarşı sərt, Allaha qarşı isə təvazökar olsun. Səid ibn Əl-Müseyb rahiməllah deyir: Kişilik dilini və qəlbini qorumaqdır. İbrahim Ən-Nəxai rahiməllah deyir: Sələf kişiliyi yemək içməkdə deyil, təqvada görürdülər. İmam Əhməd Həmbəl rahiməllah deyir: Kişilik haqq üzərində sabit qalmaqdır. İnsanlar səni tərk etsə belə. İmam Şafi rahiməllah buyurur: Kişi o kəsdir ki, ehtiyacı olsa belə izzətini qoruyar. İbn Teymiyyə rahiməllah deyir: Əsl güc qəlbinə Allaha bağlı olmasıdır. İbn Qayyim Əl-Cəvzi rahiməllah deyir: Kişilik nəfsini istədiyini deyil, Allahın istədiyini etməkdir. Müasir alimlərdən biri belə deyir: Kişi ailəsinə rəhbərlik edən, amma onlara zülm etmədən qoruyan insandır. Sonra digər alimlərdən də belə nəql gəlir: Kişilik məsuliyyət daşımaqdır, qaçmaq deyil. Sonra digərlər belə deyir: Sünnəyə tabi olmaq kişiliyin zirvəsidir. Kişiliyin əsas xüsusiyyətləri vardır. Birinci, iman və təqva. Kişi Allahdan qorxan şəxsdir. Gizlində də haramdan çəkinir. İkinci, sözündə durmaq, verdiyi sözə xəyanət etməz, əhdə sadiqdir. Üçüncü, səbir. Çətinlikdə qaçmaz, problemdən gizlənməz. Dördüncü, məsuliyyət. Ailəsinə sahib çıxar, qoruyar, təmin edər. Beşinci, əxlaq. Kobud deyil, təvazökar olandır. Altıncı, qeyrət. Haramdan qoruyar, ailəsinin namusunu qoruyar. Yedinci, nəfsə qalib gəlmək. Qəzəbini idarə edir, şəhvətini qulu olmur. Sonda isə əsl kişi səsi uca olan deyil, qəlbi Allahla dolu olandır. Əsl kişi insanlara hökm edən deyil,
öz nəfsinə hökm edəndir. Əsl kişi dünyanı qazanan deyil, ahirətini qazanan insandır. Deyusluq, qısqanmamaq və kişiliyin itirilməsi. Allah Azze ve Celle ayətdə belə deyir: Ey iman gətirənlər, özünüzü, ailənizi oddan qoruyun. Təhrim surəsi 6-cı ayə. Bu ayə açıq şəkildə göstərir ki, kişi ailəsinə cavabdehdir. Onları günahdan qorumaq onun borcudur. Başqa ayə, zinaya yaxınlaşmayın. Həqiqətən bu açıq aydın bir çirkinlikdir. İsra surəsi 32-ci ayə. Bu ayə yalnız zinanın deyil, onu aparan bütün yolları qadağan edir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: 3 nəfər vardır ki, Allah qiyamət günü onlara baxmaz. Valideynə asi olan, qadınlaşmış kişi və deyus. İmam Əhməd və İmam Nəsai bu hədisi rivayət etmişdir. Başqa hədisdə isə deyus ailəsində baş verən pisliyi görüb razı olan insandır. Bu çox ağırdır. Deyusluq böyük günahdır. Bu kişiliyin məhv olmasıdır. İbn Qeym Əl-Cəvzi rahimehullah deyir: deyus ailəsində fahişəliyə, harama razı olan və buna qəzəblənməyən kəsdir. İbn Teymiyyə rahimehullah deyir: qeyrət imandadır. Qeyrəti olmayanın imanı zəifdir. Ömər ibn Xattab radiyallahu anh deyir: əgər bir kişi ailəsində haram görüb susarsa, onda xeyir yoxdur. Allah Resulü sallallahu aleyhi və səlləm Ömər ibn Xattab radiyallahu anh üçün belə deyir: o qədər qeyrətli idi ki, Ömər ibn Xattab radiyallahu anh. Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur: mən cənnətdə bir sarayı gördüm. Dedim, bu kimindir? Dedilər, Ömərin. Onun qeyrətini xatırlayıb içəri girmədim. Əli ibn Əbu Talib radiyallahu deyirdi: eşitmişəm ki, qadınlar bazarlarda kişilərə qarışır. Qeyrətiniz yoxdurmu? Həsən Əl-Bəsri rahimehullah deyir: qeyrət müminin xüsusiyyətidir. Qeyrəti olmayanın qəlbi ölüdür. Said ibn Əl-Müseyb rahimehullah deyir: kişi ailəsini günahdan qoruyandır. Qorumaqdan əl çəkərsə, artıq o kişi deyil. İmam Əhməd ibn Həmbəl rahimehullah deyir: əgər bir kişi ailəsində günah görüb susarsa, bu onun zəifliyidir. İmam Şafi rahimehullah belə deyir: qeyrət kişinin zinətidir. Onsuz kişi dəyərsizdir. Müasir alimlər belə deyir: deyus ailəsini açıq-saçıq olmasına razı olan kişidir. Kişinin qeyrəti yoxdursa, bu böyük təhlükədir. Bu imanın zəifliyindən dəlalətdir. Cəmiyyətin pozulmasının səbəblərindən biri kişilərin qeyrətini itirməsidir. Deyus qadının açıq-saçıq gəzməsinə razıdır. Naməhrəmlərlə danışmasına, yazışmasına göz yumur. Sosial şəbəkələrdə sərhədsiz davranışlara icazə verir. Haramı görür, amma problem deyil, deyir. Ailəsində günah var, amma reaksiya vermir. Əsl kişi kimdir? Əsl kişi qeyrətlidir. Ailəsini qoruyur. Haramı qəbul etmir. Qəzəblənəndə Allah üçün qəzəblənir. Deyus isə laqeyddir. Haramı normallaşdırır. Qorumaq yerinə susur. Qardaşlar, kişilik pul deyil, güc deyil, görünüş deyil. Kişilik qeyrətdir. Əgər qeyrət yoxdursa, kişilik yoxdur. Unutma, qeyrət imandandır. Deyusluq isə imanın zəifliyindəndir. Allah Subhanahu wa Taala eşidib faydalan qullardan etsin. Amin.